Tovuz rayonunda 64 yaşlı kişi sevgi münasibətində olduğu qadının yetkinlik yaşına çatmayan qızına təcavüz etməkdə ittiham olunub. 1962-ci il təvəllüdlü Aydın tanışı Günellə cinsi əlaqəyə girib. Ona qarşı seksual xarakterli digər hərəkətlər edib. Yaşlı kişi Vaz 2106 markalı avtomobilində Güneli razılığı əsasında Tovuz rayonu Qovlar şəhərində yerləşən Gillik adlanan çöl ərazisinə aparıb. Avtomobilin salon hissəsində onunla intim əlaqədə olub. Aydın elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Günelin çağırışı ilə onunla görüşüb. Günelin anası ilə münasibətim vardı. Bəzən məni evlərinə çağırırdı. Mən onun evinə gedəndə bazarlıq da edirdim. Günelin 8-ci sinifdə oxuduğunu və təxminən yaşını bilirdim. Mənə özü görüşməyi təklif etdi. Onunla cinsi əlaqədə olmamışam. Seksual xarakterli hərəkətlər etmişəm. İş üzrə zərər çəkmiş Günelin sözlərinə görə Aydın onunla 3 dəfə ayrı-ayrı vaxtlarda cinsi əlaqədə olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 2 il müddətdə övladını tərbiyə etmək hüququndan məhrum olunub. Hökmdən narazı qalan Aydın apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib. Amma Gəncə Ağır Cinayətlər Məhkəməsinin Aydına təyin edilmiş 2 il müddətinə övladını tərbiyə etmək hüququndan məhrum etmə cəzası dəyişdirilib. Ona 2 il müddəti uşaqların tərbiyəsi ilə bağlı vəzifə tutma və ya uşaqların tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da təyin olunub.